Herkese salam. Kısa olmağa çalışacağım. Bilirəm hamı yorulub. Bayraç sistemində olan kriteriyalar və dəyişikliklər haqqında bir qədər məlumat verəcəm. Ee, Ümumilikdə 6-cı nəşr üzərində artıq işlər gedir. Tam olaraq çap olunmayıb, amma müəyyən kriterlər var ki, onları artıq bizə təqdim ediblər. Hər bir ümumiyyətlə Rats leksikonu, Bayraç leksikonu ona görə yaradılmışdır ki, həkimlər arasında rahat bir ünsiyyət təmin olunsun. Məlumatlar xüsusi terminlər vasitəsilə izah olunsun, inteqrasiya olunsun, hər hansı bir törəmə haqqında olan məlumatlar və həkimlər arasında müəyyən bir razılıq dərəcəsinə gəlmək üçün Bayraç leksikonundan istifadə etmək çox rahatdır və müəyyən dərəcədə bəzən biz diaqnostik dəyişiklik edə bilərik. Yəni Bayraç 3, 4, 5 arasında fikir dəyişikliyi ola bilər. Bildiyimiz kimi süd vəzi müayinə üsulları əsas üçdür: mamoqrafik, ultrasəs müayinəsi və MRT. Və bütün bu müayinə üsullarının ümumi və özünə məxsus olan kriterləri vardır. Mən daha çox mamoqrafik və ultrasəs müayinəsi kriterlərindən danışacağım. Ümumi və spesifik kriterlərdən. MRT müayinəsi haqqında biz artıq geniş məlumat dinlədik. Və xüsusilə də qeyd etmək istərdim ki, son zamanlarda bütün böyük tədbirlərdə radiopatoloji korrelyasiya haqqında geniş məlumatlar verilir. Qısaca olaraq onu demək istərdim ki, nəticə etibarilə radioloji görüntülərin və histopatoloji və makropatoloji görüntülərin müqayisəsi aparılır və düşünürəm ki, gələcəkdə bu məlumatlar süni intellektə yükləndikdə daha əlverişli nəticələr əldə etmək olar. Və xüsusilə də qeyd edirlər, artıq onlar raportlarda, yəni xarici ədəbiyyat və məqalələr bunu göstərir ki, radioloji görüntünün və histopatoloji görüntünün uyğunlu olub olmaması raporlarda qeyd edilir. Uyğun olmasa belə səhv deyil. Lakin bu məlumat onlar üçün gələcəkdə vacib olacağı bildirilir. Və qısaca burada göstərdiyim 8 qısa mövzu barəsində danışacağım. Əlbəttə ki, kütlə və kütləvi olmayan törəmələr haqqında ümumi kriteriyalar və mamoqrafik və ultrasəs müayinəsinə aid olan spesifik kriteriyalardan danışacağım və növbəti slaydımızda artıq dinlədik, bir daha qısaca təkrarlayacağım. Törəmələrin əsas törəmə olmayan kütlələrdən fərqi ondan ibarətdir ki, bu törəmələr 3D yer tutur, mütləq süd vəzi arxitektonikasını pozur və ətraf toxumaya kompressiya göstərir. Əsasən konveks sərhədlərə sahibdir. Mamoqrafik görüntüdə adətən 2 proyeksiyada da vizualizə olunur, bir proyeksiyada da vizualizə oluna bilər. Bu səhv deyil və MRT müayinəsində T2 korrelyasiya olunur, lakin bəzi istisnalar var ki, bunun haqqında da biz artıq məlumat aldıq. İnfiltrativ proseslər, məsələn, mastitlər və s. Kütləvi olmayan törəmələrin əsas xüsusiyyəti odur ki, konveks sərhədlərə sahib deyirlər və mütləq vizualizasiya zamanı törəmə şəkili sahənin strukturunda pi və ya fibroz toxuma komponentləri izlənilir. Bir daha xüsusi qeyd edirəm, biz ümumiyyətlə hər hansı bir törəməni gördükdə müayinə üsulundan asılı olmayaraq əsas 2 kriteriyə fikir verməliyik və bu bizə çox kömək edir. Törəmənin forması və konturu. Rənglərlə qeyd etmişəm, ümid edirəm heç kimin rəng problemi yoxdur. Yaşıllar xoşxassəli əlamətlərdir. Oval və lobulyar konturlar hər zaman xoşxassəlidir. Dəqiq, hamar konturlar hər zaman xoşxassəlidir. Yeganə bir şey qeyd etmək istərdim ki, əgər lobulyar çıxıntı, məsələn, burada fibroadenomada göstərilib, bir ədəddən çoxdursa, bu artıq xoşxassəli əlamət sayılmır. Və biz diqqətli olmalıyıq dairəvi forma olan törəmələrə. Dairəvi forma olan törəmələr, məsələn, bu nümunədə göstərildiyi kimi bir öncəki şəkildəki fibroadenomaya oxşardır. Lakin bu törəmə forması şübhəli törəmə qrupuna aiddir. Çünki adətən negativ xərçənglər bu görüntüdə aşkarlanır və xüsusilə də bu MRT görüntüsündə təsdiqlənir. Və
Digər bir formalar əlbəttə ki, irregulyar formalardır və konturların siyahısında əvvəlki terminlərdə irregulyar konturlar artıq bugünkü gündə uneven, tam olmayan, asimetrik, bərabərsiz kontur sözləri ilə, terminləri ilə dəyişdirilib. Əslində heç bir fərqi yoxdur. Sadəcə formanın həm irregulyar olması, konturun həm irregulyar olması biraz rahat olmadığı üçün bir termini yalnız bir xüsusiyyətə olaraq təklif edirlər. Spekulyar konturlar hər zaman bildiyimiz kimi patoloji prosesdən xəbər verir. Mikrolobulyar konturlar yığışdırılmışdır və əlbəttə ki, təcrübəyə əsasən eyni görüntünü biz radial skarlarda da ala bilərik. Amma köməkçi vasitələrlə biz bunu diferensiya edə bilirik. Mamoqrafiya və tomosintezə aid spesifik kriteriyalara danışmaq istərdim. Konturlarda əlavə olaraq gizli konturlar göstərilmişdir. Şübhəli konturlar. Məsələn, burada fibroadenomanın bəzi konturları gizlənmişdir və bu dumanlı kontur kimi təsvir oluna bilər və əsas xüsusiyyətlərdən biri də toxuma sıxlığıdır. Ümumiyyətlə, ətraf toxumaya nisbi olaraq aşkarlanmış törəmənin toxuma sıxlığı nə qədər yüksəkdirsə, o qədər bədxəssəli olma ehtimalı yüksəkdir. Amma əlbəttə ki, istisnalarımız var. Bu gördüyümüz şəkildə fibroadenomanın sıxlığı digər görüntülərdən daha yüksəkdir. Lakin təcrübəyə əsasən biz bunun fibroadenoma olduğunu bilirik və konturların gizli olmağı süd vəzi toxumasının sıxlığı ilə və fibroadenomanın toxuma sıxlığı ilə üst-üstə gəlməsi nəticəsində yaranmışdır. Və xüsusilə qeyd etmək istərdim, 40 yaş üstün qadınlarda ləng inkişaf edən xərçənglər daha şəffaf görünümə sahibdirlər. Xüsusilə də musinos tipli xərçəng prosesləri, çünki onların strukturunda, daxilində daha çox musin vardır və bu maye hesabına görüntü daha şəffaf yaranır və əlbəttə ki, öncəki mamoqrafik görüntülər müqayisədə bizə kömək edir. Ultrasəs müayinəsinin spesifik kriteriyalar əlbəttə ki, exopatrondur. Bildiyimiz anekogen, hiperikogen, hipoikogen, izoikogen və heterogen bütün bu xüsusiyyətlər adətən xoşxəssəli kriteriyalara aiddir. Lakin nə zaman bunlar bədxəssəli ola bilər və ya şübhəli ola bilər? Mən, məsələn, əgər böyük bir bədxəssəli törəməmizin nekrotik sahələri varsa, onlar sadə kista görüntüsü hissəvi olaraq fragmentar vizualizə ola bilər. Və buna görə törəməni, ümumiyyətlə, süd vəzini qiymətləndirdikdə ümumi şəklə biz baxmalıyıq. Ən çox xüsusilə diqqət yetirmək istədiyim hiperikogen, hipoikogen, izoikogen görüntülər. Deməli, hiperikogen intralobular karsinomalar ultrasəs müayinəsində demək olar ki, hər zaman hiperikogen görüntüdədir. Baxmayaraq ki, hiperikogen xüsusiyyət daha çox hamartomalara, pinekrozu sahələrinə aiddir. Xüsusilə qeyd etmək istərdim, ümumiyyətlə, ultrasəs müayinəsi həkimləri mənlə razılaşar. Ən çox çətinlik çəkdiyimiz kompleks kistalar və complicated ağırlaşmış kistalardır. Complicated kistalar iltihablaşmış kistalardır və ya hemorragik kistalardır ki, bunları 1, 2, 3 kimi qiymətləndiririk və bunlar adətən, məsələn, biopsiya sonrası da ola bilər. Hemorragik kistalar. Kompleks kista isə daxilində və ətrafında rəngli dopplerografiya ilə təsdiqlənmiş solid komponentin olduğu bir kompleks törəmələrdir. Və ümumiyyətlə bu kompleks kistalarda hətta biz adi axardaxili papilomalardan şübhələniriksə belə, baxmayaraq ki, bu xoşxəssəli prosesdir, 1/4 kimi qiymətləndirmək məsləhət görülüb və hər bir halda çətinliyə düşdüyümüzdə ümumiyyətlə yalnız bir sözlə əvəz edib kompleks kistik və solid törəmə kimi biz bu törəmələri qeyd edə bilərik. Yəni, complicated, iltihablaşmış kista, ağırlaşmış kista termini artıq aradan qaldırılmışdır. Hiperikogen görüntülər və kompleks mas, məsələn, xoşxəssəli, eyni zamanda da əgər bizim belə bir görüntümüz varsa, məsələn, kompleks mas eyni zamanda pinekrozu sahələrində də kompleks kistik və solid törəməni xatırlada bilər. Və əlbəttə Doppler müayinəsi, elostoqrafiya bizə kömək edir.
Və xüsusi əlavə bir kriteriyalar ondan ibarətdir ki, biz cihazlarımızı çox yaxşı istifadə etməyə bacarmalıyıq və onun müəyyən funksiyalarını bilməliyik. Yerləşmə olaraq əlavə bir kriteriya ultrasəs müayinəsində göstərmək istəyirəm. Əgər törəmə döş qəfəsinə paraleldirsə, xoşxassəli əlamətdir. Antiparaleldirsə və kobud şəkildə arxitektonikanı pozursa, bədxassəli əlamətdir. Və yeni olaraq təklif olunur, bu məsələn göstərilən bədxassəli törəmənin ətrafında exogen, hiperexogen halqanın vizualizasiya olunması, bu da əlavə bir xüsusiyyətdir. Və kütləvi olmayan törəmələr haqqında danışıldı. Bir daha qeyd etmək istərdim ki, əsasən hətta ultrasəs müayinəsində iki proyeksiyada vizualizə olunsa da, bəzən yalnız bir kəsikdə biz bu sahəni vizualizə edə bilirik. Maliqn proseslərdə ən çox DCIS və intralobulyar karsinomalar bu görüntüdə ultrasəs müayinəsində aşkarlanır. Və keçirəm mamoqrafiyanın ən çox sevilən və xüsusi kriteriyalarına. Xoşxassəli kalsinatlardan başlayacağım. Bildiyimiz dər üzərində olan damarlar boyunca vizualizə olunan halqa şəkilli, çubuq şəkilli və distrofik kalsinatlar mövcuddur. Burada nümunələr göstərilmişdir. Xüsusilə qeyd etmək istərdim, punktat kalsinat sözü ümumiyyətlə aradan qaldırılmışdır və belə təklif var. Və ölçüsündən asılı olmayaraq bu tip kalsinatlara dairəvi, kürəvari kalsinatlar kimi təsvir olunmağı təklif olunur. Kalsium südü kalsinatlar dəyişilmişdir, qat-qat çökmüş kalsinatlar qrupuna. Popcorn tipli kalsinatlar kobud kalsinatlardır. Qeyd etmək istərdim, kobud kalsinatları daha detallı göstərəcəm. Tək və hamar konturludularsa xoşxassəli və heterogen kiçik çoxsaylı və angulyar konturludularsa şübhəli kalsinatlar qrupuna daxil olunurlar. Şübhəli kalsinatların ümumi qısaca siyahısını göstərirəm. Amorf kalsinatlar, kobud kalsinatlar, incə zəif pleomorfik, incə xətvari və ya incə xətvari şaxələnən kalsinatlar. Ümumiyyətlə, kalsinatlar haqqında danışanda mütləq xüsusi olaraq yenə də iki kriteriya fikir vermək lazımdır. Kalsinatın morfologiyası və paylanması. Amorf kalsinatlar çox kiçikdirlər, dumanlıdırlar, yəni tam olaraq konkret vizualizə olunmaya bilərlər. Qruplaşmış linear və segmental paylanma tipli yerləşə bilərlər. Pozitiv proqnoz dəyəri, yəni maliqn pozitiv proqnoz dəyəri 20%-dir və mütləq Bayret 4B kimi qiymətləndirilməlidir. Digər amorf kalsinatlar nümunəsi göstərilmişdir. Bunlar xoşxassəli axar daxili kalsinatlar ola bilər fibroz proseslərdə, pi nekrozu sahələrində, atipik duktal hiperplaziyalarda və duktal karsinoma in sitularda. Şübhəli kalsinatlar qrupuna kobud kalsinatların daxil olduğunu dedik. Pozitiv proqnoz dəyər, yəni maliqn pozitiv proqnoz dəyəri 15%-dir. Xoşxassəli proseslər fibroadenoma, fibroz və pi nekrozu sahələrində aşkarlana bilər. Bayres 4B kimi qiymətləndirilməlidir. İstisna hallarda duktal karsinoma in sitularda da vizualizə oluna bilər və aydın gözə görünən kalsinatlardır. Nümunə olaraq əlavə kobud kalsinatların bədxassəli proseslərdə olan görüntüsünü təqdim edirəm. İncə zərif pleomorfik kalsinatlar adətən amorf kalsinatlardan daha çox nəzərə çarpırlar və burada pozitiv proqnoz dəyərimiz bir qədər yüksəlir. Bayres 4B kimi yenə də qiymətləndirilir. Həm fibroz, xronik mastitlərdə, yəni xoşxassəli proseslərdə, həm atipik duktal hiperplaziya proseslərində də qeyd oluna bilər. İncə xətvari və ya incə xətvari şaxələnən kalsinatlar. Bir qədər də maliqn proqnoz dəyərimiz artır bu kalsinatları gördükdə. Axar daxili irregulyar paylanma göstərirlər. Şaxələnən kalsinatlardır. Bəzi hallarda şaxələnən və irregulyar, yəni hissəvi olaraq görüntüsü itən kalsinatlar qrupudur. Və Bayres 4C kimi artıq qiymətləndirilir. Sadaladığım kalsinatların bir daha cədvəldə Bayres
qrupuna aid olan görüntüsünü və maliqn proqnoz dəyərini təqdim edirəm və kalsinatların paylanması haqqında linear, qrup şəkilli, segmental və regional diffuz kalsinatlar paylanması qeyd olunmuşdur Bayes klassifikasiyasında. Regional paylanma əsasən süd vəzi toxumasının 2 sm-dən daha böyük sahəsini tutur. Maliqn proqnoz dəyəri 26%-dir və hər zaman mütləq morfoloji struktur nəzərə alınmalıdır. Morfoloji strukturu paylanmanı dəyərləndirəndə unutmuruq. Digər bir görüntülərdə artıq bədxassəli regional kalsinatlar göstərilmişdir. Bayes 4B kimi dəyərləndirilən. Qruplaşmış kalsinatlarda artıq yenə maliqn proses faizimiz biraz artır. 5 və ya daha çox, amma süd vəzi toxuması sahəsində 2 sm-dən daha az sahəni tutan kalsinatlar qrupuna deyilir. Qruplaşmış kalsinatlar yenə də morfoloji strukturu unutmamaq gərəkir. Digər bir nümunəmizdir qruplaşmış kalsinatlarda, bədxassəli proseslərdə. Xüsusilə qeyd etmək istərdim linear və linear branching, linear şaxələnən kalsinatlar qrupu daha təhlükəli kalsinatlar qrupudur. Hər zaman biopsiya mütləq göstərişdir. Morfoloji struktur nəzərə alınmalıdır və xətvari axar-daxili paylanmış kalsinatlar qrupunu biz görürük. Və segmental kalsinatlar, apex hissəsi areolaya doğru üçgün formalı kalsinatlardır. Multifokal və ilərləmiş süd vəzi xərçənglərində çox rast gəlinir. Maliqn proqnoz dəyərimiz 62%-dir, biopsiya mütləqdir. İstisna olaraq iri dairəvi morfoloji strukturlar əlbəttə ki, nəzərə alınmalıdır. Digər göstəricimiz bu, əgər həm kalsinatlarımız lineardırsa, həm şaxələnir, həm də segmenti tutursa, artıq 95% Bayes 5 kimi dəyərləndirilən kalsinatlardır. Bu da növbəti nümunədir, introduktal karsinomalar, diffuz kalsinatlar, xüsusilə ümumiyyətlə hər zaman simmetriyaya baxırıq, MRT-də olduğu kimi. Əgər bilateral diffuz kalsinatlar görürsə, daha çox fibroz kistoz dəyişikliklərə xas olan kalsinat qruplarıdır. Unilateraldırsa, yenə də xəstənin, pasiyentin anamnezi yaşı nəzərə alınırsa, diqqət yetirmək lazımdır. Çünki adətən bədxassəli introduktal karsinomalarda və digər bədxassəli proseslərdə rast gəlinə bilər. Xüsusi qeydlər, bir daha demək istərdim, mass lesions 3D yer tutan törəmələrdir. Süd vəzi arxitektonikasını pozan, non-mass lezyonlar, yer tutmayan, lakin parenkimal anatomik strukturu dəyişən, pozan törəmə şəkilli sahələrdir. Bir də qeyd etmək istərdim, vacib deyil ki, məsələn, həm ultrases müayinəsində, həm mamografiyada, həm MRT-də bu anlayış, yəni törəmənin anlayışı üst-üstə düşsün. Bir müayinədə mass lesion kimi görünüb, digər müayinədə non-mass lesion kimi görüntü ola bilər və bu səhv deyil. Bunu da nəzərə almalıyıq. Xüsusilə əsas iki kontura fikir veririk. Ən primitiv, ən sadə kriterlərimiz forma və konturdur, amma bunlar bizə çox kömək edir. Hər bir cihazda işləyən mütəxəssis öz cihazına uyğun olan spesifik kriteriyaları yaxşı bilməlidir, nəzər yetirməlidir və radiolopatoloji korrelyasiya bizə gələcəkdə lazım olacaq. Düşünürəm, süni intellektdə çox istifadə olunacaq və işimizi asanlaşdıracaq. Belə, bu qədər.